Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər, əziz CBC Sport tamaşaçıları. Küləkli gündə Misli Premyer Liqasında 35-ci tur maçı Neftçi Səbail qarşılaşmasına şahid edəcəyik. Saat 17:00-dan etibarən qarşılaşma start götürəcək. Yavaş-yavaş mövsüm yekunlaşmaq üzrədir. 35-ci turun ilk 3 oyunu dünən keçirildi. Eyni saatda paralel olaraq. Və budur, oyun start götürür Neftçi Səbail maçında. İki komandaya da uğurlar arzuluyuruq, güclü olan qazansın. Maçların hamısında 90 dəqiqə meydanda olub, belə bir maraqlı fakt var. Yeri gəlmişkən Ərzam İşləbəzadə səhvə yol verir və Neftçi hesabı açır. Erkən qollu önə keçir Ağqaralar. Gənc qapçının səhvi qolu gətirdi Dembo Darbo. Kiperdən uğurladığı topu qapıya göndərir, tora qovuşdurur. Birinci dəqiqədə Neftçi önə keçir. Komanda yoldaşları Əlirzam İşləbezadəni yanına gəldilər. Məyus olmaması üçün təsəlli verirlər ona. Dembo Darbo isə bu qarşılaşmada da rəqib qapısına yol tapmağı bacarır. Məhsuldarlığı nümayiş etdirir Dembo Darbo. Əvvəlki turda Trontovuzla maçda da fərqlənmişdi Dembo Darbo. Əvvəlcə topu ayaqdan açdı Əlirzam İşləbəzadə, daha sonra yetişə bilmir, toxunuş etməyə çalışır. Darbo önünə aldı topu və nəticədə Neftçi irəli çıxır. Samudan mərkəzə Kofi, məsafə uzaqdır. Kofinin zərbəsində Əlirzam İşləbəzadə düzgün mövqeydədir. Robert Bauer mərkəz xətti keçir. Mustafa Sekcinahda. Sek irəliyir. Sek qapı qarşısına göndərdi. Ağadaş Salyanski ayaq qoysa da zərbəsi qüvvətli alınmır. İndi isə Əmir Abdullah Abbasov Emil Balayevlə qarşı-qarşıya qaldı, lakin təcrübəli qapçı vaxtında qapısını tərk etmişdi. Ötürmək gəldi. Süleymanın zərbəsində Emil Balayev komandasını qoldan xilas edir. Alluşu gözdən qoymuşdu Neftçi futbolçuları. İzləyirik. Burada oyundan kənarı vəziyyət var yoxsa yox, mübahisə etməyə dəyər. Ervin Kofi əl aldatdı Yusuf Nəbiyevi. Kofi irəliyir. Kofi hələ də topladı, ötürmə etməyi də bacardı. Qapı qarşısında Darbodan və küncdən zərbə. Abdullazadə ötürmə Mir Abdullah istiqamətinə çox bərk alınır. Mir Abdullah ayağını uzatsa da toxuna bilmir. Ervin Kofi. Kofinin ötürməsi Elvin Mahmudova. Mahmudov yerlə göndərdi və Ağadaş Salyanski hesabı 2-0 edir. Ağadaş Salyanski 25-ci dəqiqədə fərqi 2-yə çatdırır. Neftçi arenada. Neftçi azarkeşləri sevirir. Emin Mahmudov burada ötürmə edir. Səbail futbolçuları topu uzaqlaşdıra bilmirlər və Ağadaş da aldadıb qapıya göndərir topu. Çox yaxşı sıyrıldı Emin Rüstəmovdan. Mərd ötürmə edir cərmə meydançasına. Hələ də top uzaqlaşmayıb. Rüfət Abdulazadə aldatdı rəqibini, ötürmə qapı qarşısında eşitdi, amma zərbə qeyri-dəqiq alınır. Süleyman diagonal ötürmə edir sağa. Adaşı var orada. Rüfət Abdulazadə. Rüfətin zərbəsində top meydanı tərk edir. Uzaq altılığı düşünmüşdü Rüfət Abdulazadə. Biz fikir deyildi. Top qapıya getsəydi Emil Balayevin yetişməsi o qədər də asan olmayacaqdı.
Sol ayağından. Edwin Koç zərbə endirir. Koçun zərbəsi amma dəqiq deyil. Edwin Koç yaxşı fikirləşmişdi. İzləyirik burada. O özünə güvəni hiss elədi Edwin Koç. Bu qapı arxası. Standa gördüyü qədərilə burada pis zərbə alınmayıb sadəcə. Azacıq dəqiqlik çatmayıb qol üçün. Çox yaxşı ənənə formalaşıb tribunada. İndi Neftçi hücumunda 3-cü qolu vurmaq mümkün olmur. Daha bir səhv Səbail müdafiəsində Əli Rza Müştəbəzadə həmin o səhvi sığortalayır. Buna baxmayaraq ötürməz səhv alındı və indi davam etmək olar. Emin çevrildi. Fernandes, Emin Mahmudovdan Ozoviç'e. Ozoviç zərbəyə hazırlaşır. Dembo Darbo rəqibinə qarşı kobud oynuyor. Nicat İsmail'la ilk hissəni yekunlaşdıran fitini səsləndirir. İkinci hissə başladı. Hər iki kollektivə uğurlar arzuluyuruq. İndi cərimə zərbəsini yerinə yetirir Rüfət. Qapı qarşısına ötürmə. Emil Balayev səhvə yol verir. Top qapıdan aralı keçdi. Rakip gözlüyündəyir. Cərimə zərbəsindən qol vurmuşdu. Təxmini oxşar nöqtədən. İndi Emin yaxınlaşır. Eminin zərbəsində top toru çöldən silkəliyir. Bir anlıq topun qapıdan keçdiyini düşündüm. Bax. Masaladan geriyə uzaqdan zərbə və 3-0. Dirəkdən qaydan top. Əli Rza Müştəbazadəyə deyərək qapıya daxil olur. Alex Fernandes çərçivəni nişan alır və Əli Rza'ya deyən top qapıdadır. Neftçi 3-cü topu keçirir Səbail'in qapısından. Oradan indi qeyd edəcəm. Dmitro Litvin. Götürməsi çox pis alındı. Pilsə vurulan qolun təkrarına baxırıq. Sol ayaqla qüvvətli zərbəsi Alex Fernandes'in. Yeri gəlmişkən Nicat İsmail'lı qarşılaşmanı yekunlaşdıran fitini səsləndirdi. Neftçi 3 xalı 3 qolla qazanır.